Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, onun hüzuruna toplanacaqsınız. İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir. O, dönüb getdikdə yer üzündə fitnə fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə fəsadı sevmir. Ona Allahdan qorx deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır.